Salam dəyərli dostlar, bu video dərsimizdə sifətin dərəcələri ilə bağlı bəzi bir neçə məsələni var ki, onu nəzərinizə çatdırmaq istəyirəm. Hansı ki, bu elə sözlər var ki, onlar sifətin azaltma dərəcəsinə oxşuyur, ancaq azaltma dərəcəsi deyil, başqa bir sözdür, başqa bir nitq hissəsidir və yaxud da ki, quruluşca növ məsələsində bəzi çaşqınlıqlar çıxır ortaya. Onlara qısa olaraq bir aydınlıq gətirmək istəyirəm. Deməli, burada gördüyümüz sözlər var ki, hansı ki, normalda, məsələn, ala sözü var, kəm sözü var, təhər sözü var. Bunlar azaltma dərəcəsi əmələ gətirir. Ondan sonra tünd sözü var, hansı ki, bu çoxaltma dərəcəsi əmələ gətirir. Ancaq heç də belə olmayan, adi dərəcədə olan sifətlər var ki, onları mən nəzərə çatdırmaq istəyirəm. Məsələn, ala-bula, ala-göz, kəm savad, kəm ağıl, kəm hövsələ, kəm fürsət, ağbəniz, deyək ki, bir təhər, açıq qəbli. Bu sözlər sifətin azaltma dərəcəsi yox, adi dərəcədə olan sözlərdir. Sonra tünd xasiyyət özü də adi dərəcədir. Niyə görə? Çünki xasiyyət isimdir, fürsət isimdir, hövsələ isimdir, ağıl isimdir, savad isimdir, göz isimdir. Ona görə də dostlar, bunlar sifətin adi dərəcəsində olan sözlər sayılır. Burada bumbuz sözü var. Bumbuz sözü adi dərəcədə olan sifətdir. Niyə? Çünki sözdə buz isimdir, sifət deyil. Ona görə onun çoxaltma dərəcəsi əmələ gəlməyib. Burada açıq, aydın və açıq, aşkar, bir də balaca sözləri var dostlar. Bunlar da adi dərəcədə olan sifətlərdir. Çünki balaca sözünün kökü baladır, isimdir. Onun üzərinə car kökü artırılıb və bir sifət düzəlir və bunun çoxaltma dərəcəsi olacaq bax balaca. Ondan sonra açıq, aydın və açıq, aşkar sözləri isə adi dərəcədə olan sifətlərdir ki, bunlar da yenə azaltma dərəcəsi sayılmır. Büsbütün sözü ümumiyyətlə zərfdir, sifət deyil və onunla heç bir dərəcəsilə əlaqəsi yoxdur. Nitq hissəsi olaraq zərf sayılır. Ondan sonra dostlar, sintaktik üsulla əmələ gələn azaltma dərəcəsi quruluşca mürəkkəb sayılır. Sintaktik üsul hansıları idi? Təhər, kəm, açıq, ala. Bu sözlərlə əmələ gələn azaltma dərəcəsində olan sözlər quruluşca mürəkkəb sayılır. Göy, təhər, kəm, şirin, ala, çi, açıq, sarı və s. Bugünlük video dərsimiz bu qədər. Növbəti dərslərdə görüşərik. Hələlik.